Hər kəsə salamlar. Şəki vloquma xoş gəlmisiniz. Şəki rayonu Azərbaycanın ən qədim, zəngin tarixə və bənzərsiz mədəniyyətə malik bölgələrindən biridir. Böyük Qafqaz dağlarının cənub ətəklərində yerləşən bu rayon həm təbiəti, həm də tarixi abidələri ilə seçilir. Şəki rayonunun adı da eramızdan əvvəl 7-ci əsrdə burada məskunlaşmış Sak tayfalarından götürülüb. Əsrlər boyu İpək yolu üzərində dayanan şəhər ipəkçiliyi məşhur şəbəkə sənəti və təkəldüz tikməsi ilə tanınır. Gil küpələrdə hazırlanan şəki pitisi və xüsusi reseptlə bişirilən şəki halvası bölgənin əsas vizit kartıdır. Şəki uzun illər boyunca Nuxa adı ilə tanınmışdır. Nuxa dövrü 1968-ci ilə qədər davam etmişdir. Daha sonra 18-ci əsrin ortalarında Hacı Çələbi xan tərəfindən əsası qoyulan Şəki xanlığı Azərbaycanın ən qüdrətli xanlıqlarından biri olmuşdur. Kərvansaray yaxın və orta şərqdə, o cümlədən Azərbaycanda Böyük İpək yolu üzərində yerləşən kərvanların, tacirlərin və səyyahların dincəlməsi, gecələməsi və ticarət etməsi üçün nəzərdə tutulmuş tarixi mehmanxana və ticarət kompleksidir. Azərbaycanda xüsusilə Şəki Kərvansarayı bu tipli tikililərin ən parlaq və məşhur nümunəsidir. Bilirsinizmi, Şəkidə vaxtilə 5 böyük kərvansaray olub, amma günümüzə ən əzəmətliləri yuxarı və aşağı kərvansaraylar çatıb. O vaxtlar tacirlər yanlarında böyük sərvətlər daşıyırdılar. Kərvansarayın cəmi bir neçə böyük girişi darvazası var idi. Gecə o darvazalar bağlandı mı, bura tam bir bank seyfinə çevrilirdi. Nə oğru girə bilərdi, nə də düşmən. Binanın quruluşu çox ağıllı düşünülüb. Zirzəmidə mal anbarları, birinci mərtəbədə dükanlar və ticarət danışıqları, ən yuxarıda isə dincəlmək üçün sakit otaqlar. Yəni işini bitirib yuxarı qalxırdın. Heç yerə getməyə ehtiyac yox idi. O vaxt kondisioner var idi? Təbii ki, yox. Amma kərvansarayın qalın daş divarları və tağlı tavanları elə hesablanıb ki, çöldə 40 dərəcə isti olanda içəri sərin, qışda isə o soyuqda isti olurdu. Şəki tarixi ipəkçilik mərkəzidir. Şərqin ən böyük ipək emalı müəssisələrindən olan Şəki İpək burada yerləşir. Daha sonra isə belə bir yerə gəldik. Burada hər kəs öz emalatxanasında öz işlərini görüb, daha sonra isə satışa sərgiləyirdilər. Elə girişdə ilk otaqda şəbəkə sənəti sərgilənirdi. Həqiqətən bu şəbəkə sənəti çox göz oxşayır və insanı bir qədər də düşündürür. Çünki sizcə minlərlə kiçik taxta və şüşə qırığını heç bir mismar və yaxud bərkidici nəsə olmadan bir-birinə bərkitmək mümkündür? Şəki sənətkarları bunu əsrlər əvvəl bacarıblar. Şəbəkə sənətinin sirri məhz bu geometrik gərilmə sistemindədir. İnanmayacaqsınız, amma Şəki xan sarayındakı bəzi şəbəkələrin cəmi 1 kvadrat metrində 14 minə qədər kiçik taxta və rəngli şüşə hissəsi var. Bu dünyada analogu olmayan inanılmaz bir səbir və riyazi dəqiqlik tələb edir. Şəbəkə pəncərələrindən içəri düşən günəş işığı günün saatlarına görə otağın rəngini dəyişir. Keçmişdə bu rəngarəng işıq oyununun insanın ruhunu sakitləşdirdiyinə və stresi götürdüyünə də inanırdılar. Ən maraqlı fakt isə budur ki, şəbəkələrdə istifadə olunan rəngli şüşələr, xüsusilə göy və qırmızı şüşələr həşəratları tora salır və ya onları ürkütür. Yəni bu güzgülü şüşəli pəncərələr həm estetik, həm də təbii həşərat qovucu rolunu oynayırdı.
Daha sonra isə otaqların birində belə bir emalatxana ilə rastlaşdım. Əlbəttə ki, özümü saxlaya bilməzdim. Çünki mən musiqi məktəbində tarix ixtisasını bitirmişəm. Bilirsiniz ki, Azərbaycan tarı sadəcə bir musiqi aləti deyil, UNESCO-nun irsi siyahısına daxil edilmiş həqiqi bir memarlıq möcüzəsidir. Bəs bu ecazkar səsə malik tar necə ərsəyə gəlir? Baxın belə emalatxanalarda. Gördüyünüz tarixi tikili, dairəvi məbəd və yaxud digər adı ilə Nuxa 3 müqəddəs kilsəsi olaraq tanınır. Aydın göylər, uca dağlar, göy meşələr, al sular. Sizi gördüm ürəyimdə, açdı, daşdı. Bu gördüyünüz isə Şəki Xan Sarayıdır. Şəki Xan Sarayı 18-ci əsr Azərbaycan memarlığının və şərq incəsənətinin dünyada ən nadir, ən möhtəşəm abidələrindən biridir. Saray 1761-1762-ci illərdə Şəki xanlığının qurucusu Hacı Çələbi xanın nəvəsi Hüseyn xan Muştaqın hakimiyyəti dövründə tikilmişdir. Sarayın ən böyük möcüzəsi onun şəbəkə pəncərələridir. Videonun başında isə elə məhz bu şəbəkə sənətindən bəhs edirdim. Minlərlə xırda taxta detallar və rəngli Venesiya şüşələri heç bir mığ, mismar və ya yapışqan istifadə edilmədən yalnız bir-birinə keçirmə üsulu ilə yığılıb. 2019-cu ildə Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi də UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilmişdir. Qeyd etdim ki, burada Venesiya şüşələrindən istifadə olunub. O dövrlərdə Venesiyanın Murano adasına Xəzər dənizi və karvan yolları vasitəsilə xüsusi sifarişlə gətirilib. Saray tikildiyi dövrdə Muştaq Sarayı və ya Yuxarı Baş Sarayı adlandırılırdı. Şəki Xan Sarayı adı isə ona daha sonralardan verilib. Sarayın həyətindəki xan çınar ağaclarının yaşı sarayın özündən də qədimdir. Təxminən 500-dən çox yaşları var. Deyilənə görə bu ağaclar sarayı təbii kölgəliklə təmin edərək yay aylarında binanın həddindən artıq qızmasının qarşısını alır. Məşhur türk şairi Nazim Hikmət deyir ki, əgər Azərbaycanın başqa heç bir tarixi abidəsi olmasaydı, təkcə Şəki Xan Sarayı bəs edərdi. Alexandre Dumas isə məşhur fransız yazıçı qeyd eləyir ki, saray nağıllardakı füsunkar sarayları xatırladır. Onun şəbəkələrindən düşən işıq insana başqa bir dünyada olduğunu hiss etdirir. Bu saray haqqında xalq arasında gəzən rəvayətlər də vardır. Deməli, rəvayətə görə Hüseyn xan Muştaq saray hazır olduqdan sonra memar Hacı Zeynalabdinə sorğu verir. Bunun kimi daha gözəl bir saray tikə bilərsənmi? Memar cavabında bəli, bundan da gözəlini tikə bilərəm dedikdə, xan başqa bir yerdə bundan gözəl saray olmasın deyə memarın kör edilməsini və yaxud edam olunması əmrini verir. Çöllərə qızlar çıxıbdır, nəğməli qızlar. Qızlara gözlər baxıbdır, sevimli gözlər. Bahara biz yaraşırıq, bahar bizlərə. Həmişə bahar yaraşır, gülər üzlərə. Bahardır çaylar daşır, nəğmələr quşar. Aman aman yar
uçuyur, nəğmələr qoşur, nəğmələr qoşur. Ellərə bahar gəlibdir, laləli bahar. Çöllərə günəş gülübdür, bəzənib ellər. Güman edirəm ki, sizə Şəki haqqında ətraflı məlumat verə bildim. Videomu izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Çöllərə günəş gülübdür, bəzənib çöllər.